Əziz izləyicilərimiz, bugün feyxan mürəbbəsi hazırladım. Yəni ki, mövsümüdür feyxanın. Maşından artıq keçirmişəm bunu. Ət çəkən maşından keçirdim mən. Yəni biraz əvvəl çəkəndə qatı olur. Sonra pesoku qatandan sonra, şəkər tozunu qatandan sonra durulaşır. Deməli 3 kilo yarım feyxoya 2 kilo yarım pesok elədim. Sonra quruyub sterilize olmuş bankalara yığıb bunu saxlayacağım. Yəni təzyiq üçün, soyuqlama üçün, hər şeyə dərman, çox xeyirli meyvədir. Biraz da saxlamışam, 1-2 kilo. Zolaqlı qablarını soyub mürəbbə eləyəcəm. Sizinlə paylaşacağım inşallah. Siz də hazırlayın, nuş olsun hər kəsə.